wine ice cream, şərablı dondurma satılır. 5 laridir bir dənəsi. Birdən keyflənərəm. J'avance avec équipe armée, je m'organise comme si je mourrais jamais. Mon amour, je vais rentrer tard. Mükəmməl ingiliscəmlə. Tous des petits pas dès qu'ils aperçoivent la guitare. Tiflis ikinci gündən hər kəsə salamlar. Necə deyərlər, Kamarcaba. Səhər gəzmək üçün çox tez saatlarda durmuşuq. Vaxtımız azdır. Bu günümüz var bir dənə. Şəhər çox oyaq görünmür əslində buradan baxanda. Hamı yatır da öyrü. Amma biz tezdəndən oyağıq ki, şəhərin 4-5 dən görməli yeri var. Onları sizə çalışacağıq, yenə göstərək. Gedək görək hələ səhər yeməyi deməli. Gedə bilirik. Hələ birinci bir kanat var. Gedək kanatdan çəkiş eləyək. Sonra baxarıq. Getdik o zaman. Getdik. Şəhər hələ oyanmayıb. Görürsünüz, çox az adam var. Küçədə bir imni-cinni yoxdur. Otelimiz də belədir. Otelimiz budur. River Wife. İnşallah oxunuşunu düz dedim. Gedirik uşaqlar bilet almağa. Kanatlara görək neçəyədir. Bilmirəm, bir gediş haqqıdır, yoxsa gediş gəlişi mi alacaq, onu bilmirəm. Gedəndə dünən aşırı növbə var. Bəlkə də qabanda 300-dən adam var idi. İndi səhər yəqin cəmaət yatır. Bilet alan çox olmaz. Gedək içəriyə biletin qiymətini öyrənək. Qalxacaq o Narikala qalasına. Prosta Narikala qalası da təmirdədir. Yəqin oraya gedəməyəcək. İndi bölümdə başqa yerlər var. Görürsünüz də oranı. Gedək, gəl. Hello. 2 tickets please. This one way or return? Mükəmməl ingiliscəmlə bir nəfəri 12 lar, yox 2 nəfəri 12 lar idi. Qəpiklərimiz də var. Bir nəfəri 6 lar. Xala baxır, görə həll edə bilərlər. Burada bot turları falan da var. İndi hamısının məlumatını verəcəm sizə. Kanata mindik uşaqlar. İndi qalxırıq Narikala qalasına. Buradan yavaş-yavaş Tiflisi iri həcmdə görə bilərsiniz. Bir nəfəri 6 lar idi. Gediş-gəliş daxil. Buradan Kürd çayı da belə. Dağlar var, qar yağıb. Yəni qorxulu deyil. Kanat niyə qorxulu olsun ki? Arada bəzən qorxulu ola bilir. Çox hündür olanları. Şimdi qalxaq qalanın içindən görək nələr çəkirik. Yolda getdikcə artıq buradan Gürcüstanın anası heykəlini yəqin ki görə bilirsiniz. İndi yaxınlaşacağım, daha yaxından göstərəcəm sizə heykəl görsənin artıq yavaş-yavaş. Gedək. Üzü birbaşa Tiflis şəhərinə baxır. İndi qabanda çox da yer yoxdur, oranı çəkə bilmirik. İndi yaxınlaşacağım, ən dibdən görüm ora nə qədər görsənir. Gəlin baxaq oradan. Oradan qabaqdan pilləkəni də var. Çıxmaq olur. Deyəsən adamlar da var, səslərini eşidirəm. Oturacaq var da, onu yığışdırıblar. Buradan yuxarı heykəl Tiflisə baxır. Buradan da gəl bir dənə. Buradan da belə şəhərin panoramik gözəl görüntüsü var. Sonra bu yuxarıda bir dənə məşhur dayı var, Muzikanli dayı. Qarmonu ilə hər dildə ifa eləyə bilir. İndi görək bizim üçün nəsə ifa eləyə biləcəkmi? Bakıda dönülam şarkı
Bakırın balası ya. Bakıda durulamışam bakıda kalası. Aşkın olan çingili daşkıdalı. Gel kuram gelme yazam. Yüzülerim yaşlı kala yaşa. Yaşa, yaşa, yaşa. Yaşa Azerbaycan. Thank you, thank you. Allah. Möhtəşəm performans. Özünə yaxşı iş tapıb, eyvallah. Durur orada, hər millətdən 2-3 dənə mahnı öyrənib, onda 2-3 kuplet oxuyur. Pulunu alıb, oradadır, baxın, indi başqa millətin cəmaatını. Koreyalıları bayaqdan. Yaxşıdır, işi yaxşıdır. Biraz yuxarıdan çək, o deyil, Şaxta baba papağında. Əla. İndi ara gedirik ayan. Nəhayət gedirik xingəl yeməyə. Xingali yeməyə. Rustaveli metrosuna yaxın bir yerdə Xingali House. House deyilən yer var. Ora gedirik. Burada əslində xingəl restoranları məşhur bir neçə nöqtədə var. Hal-hazırda açıq olan, amma orada çoxsu saat. Çoxsu 1-də 2-də saat açılır. 1-də açılacaq. Səhər saat hələ 12-in yarısıdır onu. Elə gedək Xingali House-da yeyək. Sonra oradan funikulyora qalxacaq. Yoxsa indi maqnit falan görsək alarıq. Maqnit almamışıq. Mütləq. Bu bizim totemimizdir. Maqnit almalıyıq. Olsa indi çəkəcəm. Gedək. Uşaqlar, belə maqnitlər var. Hər qiyməti var. 3-ə var, 5-ə var, 10-a var, 15-ə var. Suvenirlər də var. Biz də beləsini aldıq. 4 lariyə bir dənə belə Tbilisi maqnit aldıq. İstəsəz siz də ala bilərsiniz. Uşaqlar, gəlir Rustaveli'də Xingal House-a. Gəldik, içəridə deyilənə görə yaxşı dadlı xəngəl verirlər. Buranın ən yaxşı xəngəllərdən, şəhərdə 3-4 dənə yaxşı xəngəl verən yerlərdən biri də buradır. Rustaveli Xingal House. Düz elə, burada metronun çıxışında, arxada McDonald's, bir də heykəl var. Gəlin gedək görək, içəridə başımıza nə gəlir. Gedək, yaxşı xəngəllər var, düz şəhərin mərkəzində. Burada da yarmarkanın böyrüdür, hələ işıqlarını söndürmüblər. Getdik Xingali yeməyə. Nəhayət, yenə uzun bir gözləmədən sonra xingəllərimiz gəlib çıxdı. Burada 2 fərqli xingəl sifariş eləmişik. Ətli və pendirli olan. İndi yeyib dadına baxacağıq. Bir də gürcülərin özünə məxsus bir salatları var. İçində qoz olur. Gürcü salat deyə keçir adı. Qiymətlərlə bağlı da onu məlumat verim ki, bu 13 laridir. Xingəllər isə hər biri 2 laridir. Bunu normalda bu şəkildə yeyirlər. İçi çox suludur. İçi çox suludur və əti də doğrudan dadlıdır. Sadəcə çox istidir, qaynardır deyə, yəni əlimi tuta bilmirəm hələ ki, amma normalda bunu bu şəkildə buradan tutub yeyirlər. Pendirlini də mən yoxluyum. Görüm pendirli necə dadır. Pendirdə su olmur. Əsasən azca pendirdən ibarətdir. Var imiş su. Pendiri də dadlıdır. Pendirdən də yoxlaya bilərsiniz. Xingəllər həqiqətən o qədər dadlı idi ki, yəni 40 dəqiqə gözləyib 5 dəqiqəyə yedik demək olar ki, son vəziyyət yəni bu şəkildədir. Ən çox ətli xingəli bəyəndim, çünki həqiqətən içinin ətinin dadı olsun, sulu-sulu olmağı olsun. Yəni mütləq yenidən yesəm, bu dəfə sadəcə ətlidən sifariş verib yeyəcəm. Əlaydı dadı, çox bəyəndim. Nüklər belədir, indi birazdan qalxacaq yuxarıya. Axıra kimi gedir belə. Burada da park kimi yer var. Gedir oradan. İndi uşaqlar təəssüf ki, yer tapılmadı və ayaqüstə gedirik. İndi sizə mənzərələri göstərəcəm. Getdik.
yerin arxa tərəfində bir mənzərə var ki, Görmək lazımdır. Göstər. Tbilisi arenanı görmək istəyirsən? İndi bu Funiküler Parkından aşağı inirik və yenə bir kanata minirik. Bu kanat daha uzundur. Keçdik kanata. İnşallah yanımıza heç kim oturmaz, tək gedək. Tez sür, tez sür. Gözləyək görək. Gəlmədi heç kim. Gedirik. İndi sizə mənzərəni çəkib göstərəcəm. Ha, bu içində neçə nəfər var, dolur. Cool. İçərisi də belədir. Göstərim. Kanatdan çıxdı, kanatın çıxışını belə mükəmməl düzəldiblər. Gör nə qəşəkdir. Buradan da belə fırlana düşürük. Uşaqlar, indi gedirik şəhərdə Saat Qülləsi adlanan bir yer var. Saat qalasıdır, qülləsidir. Sonra da Old Bazar var, Old Town Tbilisinin. Orada belə bazar stilində yerdir. İçində yaxşı belə çaxırlar falan satırlar. Sucuk-mucuk gedik oradan alaq. Görək necədir. Amma birinci Clock Tower'a gedəcəyik. Oradan sonra sizi göstərəcəm. Gəlin. Burası əslində heykəllər küçəsidir. Çoxlu heykəllər var. Belə Clock Tower'da oradadır. Gəlib çatdıq Saat Qüləsinin yanına. Arxamda daha doğrusu gördüyünüz həmin bu qülədən söhbət gedir. Gördüyünüz kimi özünün çox qəribə, belə maraqlı bir arxitekturası var. Sanki sonradan deforma olub əyilibmiş kimi görsənir, amma yəni özləri bilərəkdən bu qüləni bu şəkildə yaradıblar. Sütun var, böyründə bir dənə metal sütun qoyublar. Bəli, hə, bir dənə metal sütun var orada və bu qüllədə ən maraqlı bir şey var. Gedək yaxına göstərəcəm. Və nəhayət sıramız gəlib çatdı. İndi sizə çox maraqlı bir şey göstərəcəm. Bu dünyada hal-hazırda işləyən ən kiçik saatdır. İçəriyə çox yaxından baxanda saatı görmək olurmuş. Uşaqlar, burada deməli Saat Qüləsinin yanında belə Old Town tərzi yer var. Burada da wine ice cream, şərablı dondurma satılır. 5 laridir bir dənəsi. İlk dəfə yoxlayacağam, görüm necə dadır. Birdən keyflənərəm. Dondurmadan keyflənərəm. Şərabın iyi buram-buram gəlir. Çox maraqlıdır. Birinci səfərdə belə bir şey yeyirəm. Amma dənəməyə dəyər. Uşaqlar, Old Tbilisiyə gəldik. Burada Old Tbilisinin bu mərkəzidir. Əsas turistlərin daha çox gəldiyi yerlərdən biri. Orada küçələr var. Hər tərəfə gedir. Amma əsas mərkəz buradır. Burada da çoxlu kafe, restoranlar var. Bazar kimi bir yer var. İçində belə çaxır-maxır, hədiyyəli əşyalar, suvenir falan var. Gedək onun içərisinə baxaq, görür oralarda nə var. Sucuk tapdıq. Ürəyiniz hansı cür istəyir? Hansı aromada istəyir var. Burada sucuk cənnətinə düşmüşük. Baxın burada. Bu nədir o? Xəncərə oxşur. Hansına istəyirsiniz var. İndi birini götürüb yoxlayaq görək. Necədir? Belə çox olanda seçim eləmək də çətin olur. Hə. Hansına götürək? Klassik götürək. Əsl ev üsulu sucuk aldıq. Dediyinə görə turşdu. Bilməm, başa sala bildim yoxsa yox. Yoxlayıb görəcəm necə dadır. Elə qarşınızda birini yoxlayıram. Bir ilk içirığımı alıram. Bunu deyəsən tərs tərəfdən elədim. Bunu deyəsən tərs. Düyün var burada.
Turşdur bu. Sirop deyəsən gilasdandır, turş gilas. İçində də vişnə. İçi də belə qozdur. Bir dənə də yoxlayım. Yaxşıdır əslində. Ev üsulu dadlıdır. Gəl burada yoxlaya bilərsiniz. Oy, yıxılmışım. Dünən axşam video çəkə bilmədik. Qapanış videosunu əslində dünən axşam çəkməli idik. Amma yağış, sonra qar. Çəkməyə imkanımız olmadı. Ona görə dedik qapanışı aeroportdan eləyək. Bəli. Nə düşünürsən Tiflis haqqında? Tiflis Gəlmək olar. haqqında düşüncələrim çox yaxşıdır. Mütləq, yəni bayram ərəfəsində olmasa belə həftə sonu gəlinə biləcək bir yerdir. Yəni 2-3 gün kifayət eləyəcək bir yerdir. İstər görməli yerləri olsun, istər dadlı özlərinə məxsus milli təamları olsun. Yəni bunları gəlib dadmağa, görməyə dəyər. Əladır, bəli, mən də qatılıram. Yeni il ərəfəsinə gəlmək ekstra daha belə Bəli, hə, çünki maraqlı eləyir şəhəri. Burada Christmas market dedikləri o da çox yarmarkalar qurulur və içəridəki ab-hava çox maraqlı, əyləncəli olur. Gəlib İnşallah görməyə dəyər. yeni bir videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Hələlik. Sağ olun. Sağ olun.